Onun için. Bu ne gedir? Sürət 90 idi. Yağışda yemek yememişim. Sürmək istəyirsən? Gəlinim Ayten seçdiyi obrazı mənə göstərdi. Daha gözəlini ona edəcəyimi söz verdim. Ağ bənizli və rənginin qətiyyən tündləşməsini istəmir. Rəngini tündləşdirmədən isti tonlarda çox gözəl bir təbii makyaj etdim. Artıq obrazı hazır. Məncə göstərdiyi obrazdan da daha gözəl alınıb. Həm saç düzümü, həm də makyaj. Mutlu musun kızım? Çok. Çok sağ ol. İnşallah. Özümün də bayıldığı bir obraz təqdim edirəm sizə. Daha doğrusu bir xanımda 3 obraz. Rəngini tündləşdirmədən seçdiyim o isti tonlar. Çox istifadə etdiyim və çox sevdiyim Huda Beauty və Anastasia Beverly Hills möcüzəsi. Beləliklə rəhləli artıq görürsünüz. İlk saç düzümünü yandan olan aksesuarla tamamlayaraq soft, bir o qədər də glam make-up artıq hazırdır. Linza seçimində heç vaxt yanılmıram. Məncə ideal bir ton seçmişəm. Bu saç düzümünə aksesuardan başqa Fata'nın yaraşdığını düşünüb ikinci obrazı Fata ilə edirik. Üçüncü obrazı isə gözəl bir tiara ilə edirik. Sizcə ən çox hansı obraz yaraşır? Gözəl Jale. Üstdanını Huda Beauty-dən seçir. Ətrafını daha yaxşı aydınlatmaq üçün tartdan istifadə edir. Qaşları incə, burğulayan, tozlanmayan, tökülməyən göstəri Huda'dan istifadə edirəm. Dodaqları çərçivə aldıqdan sonra Anastasia Beverly Hills Nude dodaq boyasından istifadə edirəm. Saçları olduğundan bir qədər uzadırıq. Məncə bu obraz ona çox yaraşdı. Soft makyaj, incə bir obraz. Həm nişanını, həm də toyunu mənə etibar edən gəlinlərimdən. Seçdiyi obrazı mənə göstərir və işə başlayıram. Bütün gəlinlərimdə hər bir detalı əlbəttə ki özüm işləyirəm. Gözlər qəhvəyi tonla işlənib, daha sonra isə liner çəkilir. Gəlinimin öz istəyi ilə yan kiprilərdən istifadə edirəm. Beləliklə öz tonunu tündləşdirmədən soft, sadə, gözəl obrazı artıq hazırdır. Rengimi necə istəyirsən? 1-2 ton açıq rəngimdən. 1-2 ton açıq. Tonlaşdıracağım. Xeyr. Başın arqa olacaq. Onda istəyirəm. Və beləliklə gəlinimin bütün istəklərini nəzərə alıb işə başlayıram. Məndən istədiyi 2 ton açıq, soft bir makyaj və sadə bir obraz idi. Nə göndərdimsə, nə xoş mənə, xoşbəxt ol. Gəlinimin sevdiyi, seçdiyi obrazları nəzərdən keçirib işə başlayıram. Və həm saç düzümündə, həm makyajında zərifliyə, incəliyə yer ayırıram. Çox gözəldir. Xoşbəxt olun.
She's an icon, she's a legend, and she is the moment. Now, come on now. Bunlar benim kızlarım içindir. Bu Aykin içindir. Bu Elmira içindir. Bu Günay içindir. Bu Nuraylar içindir. Bu Fidanlar içindir. Bu Aydanlar içindir. Bu Nezrinler içindir. Ah, yok, Nerminler için. Seriye salam. En çok sevdiğim makyaj hansıdır? Bütün makyajları çok seviyorum. Özünə yaraşdırırsan. Evet. Göz rəngini dəyişməklə işə başlayıram. Daha təbii və işıqlı bir ton seçirəm. Üz tonlaşmasında ümumi makyajda bütün detalları yalnız özüm işləyirəm. Yaşını böyütməyəcək zərif, sadə bir obraz seçirəm. Göz tenlərini daha soft, üz tonlaşmasına uyğun seçirsəniz, qaşları qətiyyən tonlaşdırmıram və onların təbii görüntüsünü saxlayıram. Dodaqlara həcm verirəm, lakin tünd konturlamadan qətiyyən istifadə etmirəm. Sonda yan kipriklərdən istifadə edirəm. Amma kiprik istifadə etmədən də bu makyaj çox gözəl görsənir. Bəyəndim. Ellerinize sağlık. Çok güzel. Sən gözəlsən. Çok sağ olun. Sadə, soft və bir o qədər də cəlb edici obraz hazırdır. Diskim nətərdir? 21'lik. Zor da, Peradoku da yerindədir. Zivveki. Nakladkaların cüyüldüyü raz aramızdır. Ahəyi, apornudandır, yonduracağım. 92 tökürsən, 95. Arada qarışdırıram. Bununla da pikorkanı beton yolda kışqırtdım axı. 300 at gücü. Sir, mənimki də 554. Aptekdən qliçin aldım, qəp-qərədir indi. Nar şarab 3 manatdır, vurardın qapqara. Siz nə danışırsınız vəxşin? Özünüzü biraz qız kimi aparın da. Hə, yaxşı. Aşkım bak, Dior diye 300 manat. Hilda'nın təzə qlosudur. 250 manat almışam. Buna bax, Charlotte Tilbury heç yerdə yox deyə bundan 400 manatdır. Mən də Charlotte'ın terakotasını almışam. Bu da 290 manat idi deyəsən. İnsanların 500 manat. Sən bunlar sabah. Ondan mən də istəyirəm. Ondan mən də istəyirəm. Bizə gec almışam 600 manat. Ay. Emin, alırıq. Bundan alırıq. Kalenbayın da açıqı bundan yaxşı idi. Bəlkə qonq eləyəsiz baxaq.